Herkese salam dostlar, bugün Age of Story 3'te bir dostumuzun isteğiyle İtalya serimize başladık dostlar. Bu bizim ilk bölümümüz olacak. İtalya görülüş kimi dünyada en güçlü 6. ölkədir. Bu da bizim çok daha rahat başlamamıza sebep olacak. Ayarlara kisək heç uzatmadan. Ayarlar buradan müttəfiqi çağırır, kukla dövlətlər yəni açıq edəcəm. Səbəbi bizə lukat və ordu dəstəyi eləyəcək. Və digər dövlətlərin də vasalı varsa, onlar da döyüşə girəcək və bizim üçün daha çətin olacaq. Direkt kukla dövlətləri açıb oyuna başlayıram. İndi dostlar gördüyünüz kimi 63.7 lukatımız var. Yəni bu digər dövlətlərdən bizi fərqləndirir. Yəni bu Çinin lukatı qədərliyi bir lukat dostlar. Mən bunu Çinlə də oynadığımda görmüşəm. Onların da bu qədərliyi bir lukatı var demək olar. Əlimizdə 22 minlik bir ordumuz var. İndi bizim amaclarımız nə olacaq? İsviçrə, Fransa, yəni belə aşağılara doğru Türkiyə tərəfləri, Yunanistan tərəfləri doğru gedəcəm. Ondan sonra dostlar belə yəni yuxarı Birləşik Krallıq NATO-nun programı ələ keçirməyə çalışdım qısaca, belə deyim. İndi amacımız daha çox Fransa ilə buradakı dövlətlər olacaq. Onları vasal halına gətirməyə çalışacağım. Buna görə dostlar Fransaya qarşı özümə bir müttəfiq tapmalıyam. Bu da məncə Almaniya olmalıdır deyə düşünürəm. Ona görə dostlar Almaniyaya heç bir adamla müttəfiq olmadan direkt altın göndərirəm ki, heç kimlə müttəfiq olmasın, bizimlə müttəfiq olsun. İlk başta gördüyünüz kimi 375. Bana görə ittifaq qura biliyimi? Qura bilirik gördüyünüz kimi. Buradan gəlirik avantaj puanlarında. Buradan diplomasi puanlarına gələk. Heç kimlə ittifaq olmadan diplomasi puanımız tez bir şəkildə yığılsın. Bizə 50 diplomasi puanı lazımdır. Gördüyünüz kimi çox ölkə bizi rəqibə aldı. Fransa nədir? Fransa, Rusiya, Polonya bizi rəqibə aldı. Braziliya da aldı. Almaniya almadı, nə yaxşı ki. Almaniya alsa sıxıntıya girə bilərdik. Gördüyünüz kimi dostlar, nə yaxşı ki Almaniya ilə ittifaq qurmuşuq. İndi buradan gördüyünüz kimi İtaliya-Almaniya ittifaqlığı oldu. İndi bizim nə etməliyik? Dostlar 63 lukatımız var. Yəni bizə çox da lukat lazım deyil. Pul yığmaq. Bizə ordu lazımdır. Ordumuz azdır. Ona keçmədən də əvvəl burada gördüyünüz kimi ekonomik danışmanı seçirik. İnovasyon danışmanı seçirik və askeri danışman. Orada bakın maksimum insan gücü seçirəm. İndi bizə ordu lazımdır. Oyunun hızın biraz pul yığılsın deyə açacağım. Biraz pulumuz var. Ona görə də biraz ordu yığacağım. Və yanındakı ölkələrə, Fransa kimi ölkələrə göndərəcəyim, casus göndərəcəm qısaca. Və bunun sayəsində onların nə qədər orduların olduğunu görüb ona görə ordu yığacağım. Məsələn, Almaniyanın ordusu 58.000, 36.000 var. Yəni çox ordusu var deyim sizə. Fransaya gördüyünüz kimi Fransa ilə aramız çox pisdir. Ona görə bir casus göndərdim. Və dostlar ordu yığmağa davam edir. Mən bu arada bütün orduları birləşik alacağım. Yəni 2 ordu falan eləməyəcəm. Nə qədər ordu yığsam hamısını birləşik edəcək. Düşmənimiz də Fransa olduğuna görə Fransa'dan casus göndərdim Fransaya. Biraz daha buradan gördüyünüz kimi çoxlu yatırım elədik. Yatırım edeyim. Əsgər hazırlayırıq. 93 minlik bir ordusu var. 93 minlik ordu çox azdır əslində baxanda. Səbəb burada Almaniyanın ordusu 58 min, 60 mindir. Fransanın ittifaqı kimdir? Bir ona da baxaq. Polonya. Polonya biraz sıxıntıdır dostlar. Polonyanın yanında olmağı çox sıxıntıdır. Ona görə bizim orduya ehtiyacımız var. Və təbii ki vasala ehtiyacımız var. Vasal kimi seçə bilərik. Məsələn vasal gələk bura. Burada gördüyünüz kimi balaca ölkələr var. Bunların hamısını özümə vasal halına gətirəcəm. Məsələn, Bosna Hersek. Bosna Hersek'in hansısa bir ittifaqı da yoxdur. Yəni rahat bir şəkildə ələ keçirə bilərik. Bunlardan hamısını ələ keçirəcəm. Bunun sayəsində hamısı mənə böyük bir ordu göndərəcək. Kukla dövlət halına gətirirəm. Çox gözəl. Gördüyünüz kimi Hırvatistanı da kukla dövlət halına gətirməyi düşünürəm. İttifaqı kimdir məsələn? Avstriya. Avstriya böyük bir dövlət deyil bizə görə.
direkt darmadağın eləyirik. Direkt bu ərazilərdə, Qinin ərazilərini də ələ keçirdik və 2 kukla dövlətimizi direkt hazır etdik. Burada dostlar Sloveniya deyə bir dövlət də var. Onu da özümüzə kukla dövlət halına gətirdik. Və dostlar onlar bizə böyük bir ordu kömək edir. San Marino rahat bir şəkildə ələ keçirəcək. Bunların ordularına ihtiyacımız olacaq. Gördüğünüz kimi direkt kukla dövlət halına gətirdik. Artıq 3 dənə kukla dövlətimiz var. İndi nə qarırıq? Bu kukla dövlətləri gəlirik və kukla dövlətləri savaşları hamısını bağlayırıq. Yüksək ordu istəyirik hamısından və bunun sayəsində döyüşdə bizə kömək eləyirlər. Bunları sonra ultimatomdan dostlar özümə öz torpaqlarıma çevirə bilərəm. Yəni bir sıxıntı yoxdur bunlar əlaqəli. Bizim orduya çox ehtiyacımız var. Almaniyanın ordularına güvənirəm bu dəqiqə daha çox. Almaniyanın orduları çoxdur. Çünki 58.000, 70.000, 27.000 Almaniyanın orduları çoxdur. 2049'a qədər ittifaqlığımız var. Bunlar ordular dostlar yığılsın. Orduları bu dəqiqə çox azdır. Bu hansı ölkədir? Sırbistan. Əslində Sırbistanı da ələ keçirmək lazımdır. Bunlar hamısından bizə ordu lazımdır. Səbəb olaraq deyim. Bunların görürsün orduları yığılır. Aramız olsa çox pisdir. Yəni onu da ələ keçirərik deyə düşünürəm. Reis bura gəlirik. Gözəl. Bunu da kukla dövləti halına gətirdik və artıq bu qədərlik kukla dövlət bəsdir. Gördüyünüz kimi İtaliya dövləti olduqda istədiyiniz yəni balaca dövlətlərliyim qısa bir şəkildə ələ keçirə bilərsiniz. 5000'lik bir ordu. Hə, tamam. Bu dəqiqə ordularını görürük dostlar. Ordular çoxalır bu dəqiqə. Bizə böyük bir kömək edəcək. Orduların artırırlar, çoxaldırlar. Biz də bu dəqiqə dostlar blokatımız azalır amma bu bizə böyük bir kömək eləyəcək. Ən azından bir 100.000'lik bir ordu bizə lazımdır. Amacım Fransanı məğlub eləməkdir. Daha böyük bir bu dəqiqə planımız yoxdur. Sonra ən böyük planımız NATO'nu promoya, bu ərazilərdəki bütün dövlətləri ələ keçirmək olacaq. Ancaq 6 bazar və digər günlər sizə bu videoları atacağım. Digər günlər hər gün demək olar atamayacaq amma çox gün sizə video atacağım. Çox günlər atacağım. İndi 8-ci dəqiqəyə girdi bir dəqiqə videoda olduğumuz. Sıxıntı yoxdur. Çox uzun eləməməyə çalışıram videonu. Amma heç nə olmaz dostlar, uzadacağım yəni videonu. 15.000 bunda var, 7.000 bunda var, 7.000 bunda, 11.000 də burada. Çox gözəl. 43.000 bunda, 79, 64. Çox gözəl. Məndə də bir 120.000 ordu var. Yəni bəs eləyər deyə düşünürəm əslində baxanda 120.000 ordu. Bunlarda ordular toparlansın, biraz onu göstərəm dostlar. Ondan sonra direkt əraziləri ələ keçirməyə başlayacaq. Hamısının ordusu dostlar Almaniyanın bir ordusuna bəs eləyir dostlar. Yəni çox orduları yox dostlar. İkinci İspaniya Cumhuriyyəti. İyi haber. 120.000 ordu bizə bəs eləyəcək indi. 47.000 ordular çoxalsın dostlar, onu göstərəm bu dəqiqə. Tamam, yəni məncə dostlar bizim arxamızda dostlar Almaniyanın olmağı bizə bəs eləyəcək deyə düşünürəm. 2049'a qədər biraz gözləyək. 64, 79, 49.000 Polonya ittifaqının nə vaxt bitəcək? Ona eləyə bilsək çalışacağım eləyim. İttifaq 2050'də qutarır. Onu gözləyənməli dostlar. Başqa kimlə hansısa bir dostluğu var, ona bir baxaq. Saldırmazlığı var, savunma faktı yoxdur. Çox gözəl. 19, 15 dostlar direkt savaşı açıram mən.
Bizim Bajo'da yaxşı bir general varmı? 5-7. Tamam. Kimdən gir döyüşə? Bir də döyüşə girək dostlar. Döyüşürdək. O dost da dirək döyüşü. İndi dostlar əslində belə bir şey eləyə bilərik. Savunma paktı. Savunma paktı tapmalıyıq özümüzə. Birləşik Krallıq amma olmur. İrlanda bəs. Savunma paktı eləmək olar İrlanda ilə. Savunma paktı İrlanda ilə eləmək olar. Amma İrlanda döyüşə girməz. Bizden dövüşe giren değil İrlanda. 54 tamam. Dövüşe hiç uzatmadan giririk. Bunlara bir baxaq. Ya Polonya bize biraz zorluk çıkaracak ama hiçbir sıkıntı yoktu. Biraz daha ordu basacağım. O kadar. Ne kadar buradan bir baxa askeri yüzü açaq. Savaş ilan edirik. Tamam. Bir tane ordularımız tamamlansın. Başkent yüksəldək. Bu katımız artsın dostlar. Artırdıq. Ordularımız toparlandı. Çok güzel. Bunu elə biliyimi eləyənmirik. Tamam. Sıkıntı yoktur. Bu qədərliyi bəsdir. 23, 16, 7. Tamam. Dirək döyüşə. Dirək döyüşək. Bizə dəqiqə agresif genişləməm 20'dir. Dirək deyirəm ki, ən azından İsviçrəni də ələ keçirim. Yox, İsviçrəni ələ keçsəm da ordusu çox olmayacaq. Yəni bizə xeyri olmayacaq. Dirək buradan savaşı elan eləyirəm və müttəfiqlərimi çağırıram. İnşallah qazana bilərik. Güzel, kazandık bunu. Adımıza məğlub olduq. Bir dəqiqə ordumuzu geri qaytardıq. Tamam, sıkıntı yok. Bir daha gelirəm. Ordumuz geri çəkirəm. Bir də yenə məğlub elədilər bizi. Ordumun toparlanmağını gözləməliyəm. Tamam, Almanya ordusu gəldi bu dəqiqə. Almanya ordusu ilə bir yerdə geçsək. Bir dəqiqə. Bir dəqiqə bura. Tamam, bunları utduq. Bizim ordumuz anı burada. Bu Fransa ordusunun üstünə gedək. Çox güzel. Bu dəqiqə uduruq dostlar. Almanya ordusunun gəlməsi ilə bir yerdə udduq. Yoxsa sıxıcı gələrdi. Nə yaxşı olsa gördüyünüz kimi Almanya ilə bir ittifaqlığımız var. Nədir? Onaylayırıq bunu. 150 minlik bir ordum var. Niyəsə eksilər düşdüm deyəsən. Tam kazanırıq. 16'lardayıq bu dəqiqə. Çox güzel. Ordu qalmadı. Başına. Buraya İtalya'ya. Başka bir yeri var ki yoxsa. Bizim ərazilər ələ keçiriyor bunlar. Öz ərazilərimizi kurtarmalıyıq. Bu dəqiqə. Hala da Polonya'nın ordusu var imiş. Bir buraları əldən qurtaraq. İlk başta dostlar 150 minə yaxın bir ordu basmağımız bizə böyük bir kömək edəcək. Vasallarımızın olmağı ümumiyyətlə böyük bir kömək edəcək. Amma çalışaq ki Almanya bizim vasallarımızı ələ keçirməyə çalışmasın ya da başqa bir ölkəs. Yoxsa Almanya ilə aramız çox pis olacaq. Çox güzel. Gördüyünüz kimi dostlar Almanya'da Fransa ilə döyüşdük və indi onun ərazilərini alacaq. Başta bu əraziləri alacağım və sonra buradan önər dediyimiz əraziləri baxa nə qədər önərir. Çox güzel. 74 deyir. Bunları biraz alaq. Buradan yaxşılaşdıraq. Gördüyünüz kimi dostlar
Elə bu yaxşıdır, hə. Gördüyünüz kimi dostlar, iş başdan Fransadan bu qədər ərazi aldıq. İnşallah videonu bəyəndiniz. Videonu burada bitirəcəm. Tələbləri uyguladıram gördüyünüz kimi. Bu ara pulumuz biraz eksilər düşdü gördüyünüz kimi. Amma dostlar bunu düzəldə biliyorsa, lukatımız yüksək olduğu üçün bu düzələcək öz-özünə. Yəni bir sıxıntı yoxdur. Bu videonu burada bitirirəm. Gələn bölüm assimilyasiyaları eləyəcəm bunları. Bunları dostlar, assimilasiya dediyim din dönüştürmə deyil, assimilasiyadır da. Yoxsa Almanya ilə ittifaq quracaq. İndi qura bilmirəm. Gələn bölüm dostlar Almanya ilə ittifaq quracaq və sairə başqa şeylər eləyəcək. Vasallarımız da var gördüyünüz kimi. Bu videonu burada bitirirəm. Sağ olun dostlar.